Avtomobil idarə edərkən qarşımıza gözlənilməz çıxan maneələrə görə manevrlər edirik. Əgər sürət yüksəkdirsə, bu manevrlər zamanı avtomobil idarə etməsi itir, sürüşür, bəzən də ağır yol qəzaları ilə nəticələnir. Bu halda ESP elektronik stabilitet kontrol sistemi köməyimizə çatır. Sürüşmənin qarşısını almaq üçün ESP sistemi tormozlara ehtiyac olarsa mühərrik və sürət qutusuna müdaxilə edir. ESP bu hissələrdən ibarətdir. Təkərlərin üzərində sürət sensoru, mərkəzdə fırlanma sensoru, sükanın üzərində sükan bucağı sensoru, bu sensorlar məlumatı elektronik idarə etmə sisteminə verir. Sonra hidrolik təzyiq nəticəsində əyləclər tənzimlənir. Gəlin indi sükanı ani olaraq sola döndürəndə nə olacağını izləyək. İlk olaraq sükan sensoru bildirir ki, avtomobil sürətli yön dəyişmək istəyir və dəqiq dönmə bucağını təyin edir. Sonra fırlanma sensoru bildirir ki, avtomobil bu halda qabağa doğru sürüşəcək. Artıq elektronik beyin avtomobilin vəziyyətini təyin edir və ESP vasitəsilə təkərlərdən bəzisini dayandırır. Bu vəziyyətdə arxa sol təkərə müdaxilə edilir. Beləliklə, avtomobil öz düzgün yolunu seçə bilir. Sürət nəticəsində avtomobil bu dəfə də sola doğru sürüşür. Bu halda yenidən fırlanma sensoru sürüşmə bucağını təyin edir. ESP işə düşür, sol ön təkərə müdaxilə edir. Avtomobil beləliklə yenidən öz düz hərəkətinə davam etdirir. Bu sistem qəzanı önləyir, həyat qurtarır. Avtomobil alarkən çalışın ESP təchizatı ilə olsun. Unutmayın, ESP sadəcə bir sürətə qədər işləyir.